şadlıkla yad ederiz. Bugün bayrama karışır. Hem 28 May Respublika Günü bayramı, hem de Əlvida Bağça günüdür. Əziz uşaqlar, 1918-ci ildə xalqımız azad və müstəqil dövlət qurdu və hər il mayın 28-i Respublika Günü kimi qeyd edilir. Doğma Azərbaycanın gələcəyi bizim öz əlimizdədir. Biz vətənimiz üçün həmişə çalışmışıq və həmişə də çalışacağıq. Bayramınız mübarək! Sözü de, adı da, özü de daim kalbimizde yaşayacak. Deyin görüm siz Heydər Əliyevin nəyisiniz? Yani eləysə Heydər babanın əmələri adlı mahnısını ifa edək. Hazırsınız? Heydər babamızın
Allah'a yalvardı, ya Rəbbim deyə, sən yaradan yeri və göyü, səndən diləyirəm ömür, ay Allah. Sən mənim ömrümdən kəsib illəri, balamın ömründən calar, ay Allah. Bir görün Tanrım, necə analara sevgi verib evladlarına qarşı. Allah həmişə evladların, onların başı uca eləsin. Ana, valideyn nə vaxt xoşbəxt olur. Uşaqların sağlam böyüməsi, onların firavan yaşaması, onların uğurları. Elə şeyləri valideyn görəndə əlbəttə həmişə sevinir, həmişə gülür və benim təşəkkürümü bildirib Əsli xanıma və uşaqlar sakit olun və Qaradağ rayon Həmkarlar İttifaqının sədri Zümrüt xanıma. Çünki məhz onlar mənə şərait yaratdılar, imkan yaratdılar. Birbaşa Qaradağdan Qarabağa yolladılar. Bəli. Getdim Qarabağda gördüm. Ağdam, Laçın, Füzuli, Zəngilan, Xankəndi, Xocavənd, Şuşa, Laçın. Həqiqətən də vətənimiz gözəldir. Yəni şeir gəldi. İnşallah, inşallah. Çift gelir sesin. Ben sayı yolda zaten değil. Mikrofon şahane. Dayan, eşek dayan. Kimi demiştim ortada dayansın? Uşaklar. Düz dayansın. Dur. Ya su. Müdür bilirsin. Uşaklar. Ana, vətən, yansıdır, biz vətənə hazırdır. Gitmeye yetersiz dostumuz
Ana, vətən yazıdır, biz məktəbə hazırdır. Sevəcək məktəbi, sevəcək vasitəcək, bizə ümid bəsək, vətən böyük gələcək. Ana, vətən yazıdır, biz məktəbə hazırdır. Siz əlaçı olacaqsınız. Uşaqlar, okumaq, təhsil almaq sizin ən vacib hüququnuzdur. İnsan həmişə nə isə öyrənmək istəyir. Bilikli olanda insanlar arasında inamla yaşayır. Raula ne olur? Maması hanım. Gel mama. Ev yok. Rəqsi oradan gəlir. Heç olmaz. Bəli. Adam bilikli olanda insanlar arasında inamla yaşayır. Bu bayram bizim için hem kederli hem de sevinclidir. Sevinirik ona göre ki oraya başa çatmışsınız, mektebe gelirsiniz. Kederlendirik ona göre ki sizinle ayrılırız. Siz de kederlenmişsiniz. Biz olmuşsunuz. İnam saklıyorsun. Sizi təbrik edirəm, əziz məktəblilər. Uşaqlarımızın ifasında qoy həmişə günəş olsun, maraqlı bir kompozisiyasına tanış eylək. Güzel uşaqlar. Uşaqlar bunu ilə necəklər? Bu çubuqlarla nə düzəlir? Hazırsınız? Bəli. Açın, ehtiyatla. Qoy həmişə günəş olsun. Detaylara bak.
kollektivim, hörmətli valideynlər, əziz uşaqlar, bugün həm 28 may Respublika günüdür. Bugün münasibəti ilə mən sizi səmimiyyətdən təbrik edirəm. Can sağlığı, uzun ömür diləyirəm. Allah ulu öndərimizə rəhmət eləsin. Prezidentimiz İlham Əliyev cənablarına isə can sağlığı versin. Xanımımıza can sağlığı versin. Çünki bizim prezidentimiz, analarınız gətirildi sizi, bağçaya qoyurdu. O öyrəşmə devrində ağlayırdınız. Müəllimlərinizin, tərbiyəçi köməkçilərinizin qucağına sığınırdınız. Bugün isə siz mənim üçün həqiqətən də çox çətindir. Çünki mən institutu bitirib gəlmişəm bu bağçaya, tərbiyəçi işləmişəm, baş tərbiyəçi işləmişəm, uzun müddət də müdirə işləyirəm və işçilərin təklifi ilə olub mən müdirə işləməyim və mən hər zaman da doğrudan sadə prinsiplərə əsaslanaraq heç müdirəyəm deyərəkdən müdirə işləməmişəm. Uşaqlarla uşaq,